İranın ABŞ-yə Pakistan vasitəsilə təkliflər təqdim etdiyi haqda Axios'un yaydığı məlumat rəsmi şəkildə təsdiq olunmasa da reallığa yaxındır. Abbas Əraqçının İslamabada səfəri buna hesablanmışdır. Trump da 2 gün öncə yeni təkliflər aldığını bildirmişdi. Danışıqların qeyri-müəyyənliyi fonunda davam edən dəniz blokadası İran üçün perspektivləri çətinləşdirir. Siyasi şərhçi Asif Nərimanlı hesab edir ki, mövcud vəziyyətdən çıxış yolu tapmaq və mümkün hərbi ssenarilərdən yayınmaq danışıqlarla bağlı müəyyənlik əldə etməkdən keçir. Təklif 3 konkret bənddən ibarətdir. ABŞ dəniz blokadasını aradan qaldırır. İran Hörmüz boğazını açır. Yalnız bundan sonra İranın nüvə proqramı ilə bağlı müəyyən güzəştlərin müzakirəsi başlayır. Danışıqların elə müharibənin də əsas nüvəsini təşkil edən nüvə proqramı ilə bağlı bənd İran üçün 2 taktiki gedişə hesablanıb. Birinci, ABŞ-nin mövqeyində loyallığa nail olmaq və danışıqlarda müəyyən inkişaf xətti yaratmaq. İkinci, Hörmüz boğazı ilə bağlı istəklərinin müəyyən hissəsini qəbul etdirmək. Lakin buna qədər qət edilməli məsafə var. Blokada və Hörmüz üzərində qarşılıqlı razılaşma əldə edilməlidir ki, bu mümkün olacaqmı? Dəniz blokadası, ABŞ, Hörmüz kartı isə İran üçün əsas rıçaq olaraq qalır. Tərəflər seçim qarşısındadırlar. Ya qarşılıqlı güzəştə gedilməli, ya da hansı tərəf sona qədər dözəcək prinsipi ilə psixoloji və iqtisadi sınaqdan keçməlidirlər. İkinci seçim hər iki tərəf üçün məqbul deyil. Lakin birinci seçim qarşılıqlı güzəştin mümkünlüyü sual altındadır. Çünki Hörmüzün açılması məqsədi ilə dəniz blokadasına başlayan ABŞ boğazın müharibədən öncəki rejimdə işləməsini istəyir. İran isə müharibəni Hörmüz üzərində nəzarət üçün fürsət olaraq gördü və müəyyən suverenlik hüququnun tanınmasına çalışır. Bu yanaşma İran elitasının diplomatik qanadı tərəfindən təhlükə kimi qəbul edilsə də, hazırda qərarları Sepah verir. 2 həftəlik atəşkəsin bitməsinə 3 gün qalmış baş verənlər, Araqçının Hörmüz açıldı açıqlaması, Trumpın təşəkkürü və minaları birlikdə təmizləyəcəyik mesajı, ardınca Sepaha yaxın medianın danışıqlar heyətinə hücum etməsi, Qalibaf və digərlərinin oyundan kənarlaşdırılması bunu təsdiq edir. Sepah Hörmüz üzərində suverenlik tələbində israrlıdır və əsas strateji çəkindirmə kimi gördükləri bu kartı itirmək istəmir. Boğazı əvvəlki rejimə qaytarmadan dəniz blokadasından imtina etmək isə ABŞ üçün geri çəkilmə deməkdir. İran nüvə güzəştini məhz bu kontekstdə istifadə etmək niyyətindədir. Vəziyyətin mürəkkəbliyi İranın təklifləri ilə başlana biləcək növbəti danışıqlarda çıxış yolunun tapılması perspektivini qeyri-müəyyən edir. Lakin masanın yenidən qurulacağı və tərəflərin ən azı atəşkəsin və müzakirələrin davam etməsi üzərində razılaşacağı ehtimalı böyükdür. Çünki heç bir tərəf yenidən tətiyə basmaq istəmir. Dəyərli izləyicilər, ölkə və dünya gündəmi ilə bağlı xəbərlər təqdim etməyə davam edəcəyik. Öz fikirlərinizi şərh bölümündə qeyd etməyi unutmayın. Sağlıqla qalın.